2025-ci il nəzakətli olmadı. 2025-ci il izah vermədi. 2025-ci il kimsənin könlünü almağa çalışmadı. 2025-ci il sadəcə gəldi və dedi: kənara çəkilin, dövlət gəlir, dövlət qərar verir, dövlət təmizləyir. İlin əvvəlində 7 yanvarda Prezident İlham Əliyev yerli televiziyalara çıxanda orada pafos axtaranlar səhv ünvana baxırdılar. Orada çağırış yox idi, orada şou yox idi, jest yox idi, orada xəritə vardı. Siyasi xəritə, sülh deyilən anlayışın necə və hansı şərtlərlə mümkün olacağını deyən xəritə, Qarabağın müzakirə predmeti yox, icra mövzusu olduğunu göstərən xəritə, regional layihələrin Azərbaycanın iştirakçısı yox, mərkəz rolunu oynayacağını deyən bir xəritə vardı. Keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. 10 mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır və bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə. Bu il bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. Və o şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir, bir çox kəndlər, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Həmin müsahibədən sonra kimlərsə narahat oldu. Çünki plan səslənəndə improvasiya ölür. Dövlət plan açıqlayanda sifarişlə yaşayan struktur çaşqınlığa düşür. May gəldi. Böyük qayıdış ikinci mərhələsini elan elədi. Qarabağ boş, xarabalıq, yük kimi göstərən bütün anti-Azərbaycan şəbəkələrinin dili tutuldu. Çünki dövlət torpağa qayıtmırdı. Dövlət idarə etməyə qayıdırdı. Qarabağ problem zonası kimi satan müxalifət qalıqları bir anın içində ifşa oldu. Onlar heç vaxt Qarabağın azad olunmasını istəmirdilər. Onlara dağıntı lazım idi, xaos lazım idi, dövlətin gücsüz görünməsi lazım idi. Plan işləyəndə plan sahibləri yoxa çıxdı. İyulda Xankəndi səhnəyə çıxdı. Eko zirvəsi orada keçirildi. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı. Bu diplomatik tədbir deyildi, bu siyasi hökm idi. Xankəndi artıq kiminsə xəyallarında qalan status mərkəzi yox, regional dialoq ünvanı kimi təqdim olundu. Xaricdəki anti-Azərbaycan kanalları həmin gün isterika yaşadı. Çünki oyun bitmişdi. Masadan qovulmuşdular. Eləcə də Əbu-Dabi görüşü baş verəndə Əli Kərimli düşərgəsi yenə köhnə plastikasında işə saldı. Nəticə yoxdur, proses yoxdur, perspektiv yoxdur. Onlar həmişə belə deyir. Çünki nəticə olanda, proses irəliləyəndə, perspektiv formalaşanda Əli Kərimli tipli fiqurlar artıq lazım olmur. Onlar siyasi qalıqdılar. Bu insanın içində sözün həqiqi mənasında köksündə bir həssas bir ürək var. Ramiz mənim çox sərraf adamdır. Yəni insan seçməyi, insanları qiymətləndirməyi çox sərraf dəqiqliyi ilə bacaran insandır və Ramiz müəllimlə yol getməyən insanların bir qalereyasını yaradaq, bu insanlara baxaq və bu insanları təhlil edək. Sonda bu insanların əksəriyyəti görmüşük Azərbaycan dövlətçiliyinə, dövlətinə xəyanət edib. Və avqust gəldi. Vaşinqton, Trump, Əliyev, Paşinyan. Masada qərar var idi, sənəd var idi, yol xəritəsi var idi. TRIP layihəsi Azərbaycanın regionda açar rolunu rəsmiləşdirdi. Trump İlham Əliyevə münasibətini hamıya dərs kimi ortaya qoydu. Etibar zorla alınmır, etibar illərlə qazanılır. Anti-Azərbaycan düşərgəsi həmin gün çöktü. Çünki gördülər, Azərbaycan kənarda gözləmir, mərkəzdə qərar verirdi. Göstərək. Bir də təşəkkür edirəm. Həqiqətən də bizim hər birimiz üçün çox əlamətdar bir gündür və
Yəni həmin şəxslərin əlbəttə ki 35 ildən sonra 35 ilin içində ölümlər və ziyan, əlbəttə ki bunun hamısını geridə qoyub məncə bir uğuru bugün qeyd edirik və məncə bu böyük nailiyyətli hər iki liderin nailiyyətidir. O qədər insan qətlə yetirilib, indi isə böyük sülh bizi gözləyir. Mən əlbəttə ki mən bu sülhü səbirsizliklə gözləyirəm. Bu gün senatorlar mənimlə bir yerdədirlər və biz bunu həqiqətən də bunu geridə qoyuruq və böyük bir nailiyyətdir. Hər birimiz üçün böyük bir nailiyyətdir. Mən sizi səmimi qəlbdən təbrik edirəm. Payızda mexanizm işə düşdü. Memorandumlar, görüşlər, tranzit qərarları, real siyasət səssiz işləyirdi. Səsküy həmişə uduzan tərəfin ən böyük silahı olub və oktyabr Ramiz Mehdiyev köhnə kölgə sisteminin simvolu, dövlətin içində dövlət oynamaq istəyən səbəbkarın dağılması. Bu şəxsi məsələ deyildi. Bu strukturun sökülməsi idi. Ardınca Əli Kərimli illərlə müxalifət lideri adı altında eyni köhnə mərkəzlərə xidmət edən fiqurun real üzü. Dövlət ilk dəfə dillənmədi. Dövlət müdaxilə etdi. Eyni vaxtda xaricdə qışqıranların səsi batdı. Tural Sadıqlı, Məhəmməd Mirzəli və oxşarları. Dünən xalqın səsi, bugün kart problemi, bugün kanal bağlanması, bugün maliyyə böhranı, deməli mübarizənin qiymət cədvəli var imiş. Pul dayananda ideologiya da çökürmüş. Bunlar nə jurnalistdir, nə siyasi fiqur. Bunlar informasiya alverçilərdir. Sifarişlə danışan, sifariş kəsiləndə susan tiplərdilər. Xoş gördük. Bu videonu kədərlənərək çəkmək məcburiyyətindəyəm. 1,5 milyon çox sosial şəbəkələrdə auditoriyası olan Facebook, YouTube, Instagram, TikTok hesablarında milyonlarla Azərbaycanlıya haqqı çatdıran, rəhbəri olduğum Azad Söz kanalı bundan sonra fəaliyyətini dayandırır. 20 noyabr 2025-ci il tarixidir. Səbəb maliyyə imkansızlığı. Ən sonunda isə böyük parad 8 noyabr. Meydan dolu, səma ağır, tarix ayaqda. Türkiyə, Pakistan və Azərbaycan. Tribunada qardaşlar, meydanda qaliblər. Şəhid! Vatan! Bizim! Şəhid! Vatan! Bizim! Şəhid! Vatan! Bizim! Vatan! Sana! Sana! Feda! Vatan! Sana! Tanrı! Feda! Bu nümayiş deyildi, bu xəbərdarlıq idi. Bu birlik keçmişin xəritəsi deyil, bu birlik gələcəyin təhlükəsizlik xətti idi. Kim bundan narahatdırsa, deməli hesabları vardı. 2025-ci il bitdi, danışanlar yoxa çıxdı, qərar verənlər qaldı. Dövlət yoluna davam edir, kölgə isə həmişəki kimi qaranlıqda itib gedir. Tarix səsküyü sevmir, pafosu sevmir, qaracurhu sevmir. Tarix nəticəni yazır.